Menisk yırtığı deməli bax bizim oynağımızdır. Bax, hani tutalım ki, diz oynağıdır. Biri aşağıda, biri yuxarıda. Bax, bu diz oynaqlarının qabağında bir dənə pərdə var, qabağında. Bax, həmin pərdə Menisk pərdəsidir. Menisk odur. Elə bilin ki, o imkan vermir ki, o oynaqlar üstü səhti zada açıq qalsın. O oynaqları yağlayır, oynaqları qoruyur. Bax, belə bir şeydir. Bu da bir toxumadır. Bu da müxtəlif zədələrdən, məsələn, yıxılmadan, çox zərbədən, sonra çox yıxılmadan burada yırtıqlar əmələ gələ bilir. Və bunu da diz məşqlərimizi biz yaxşılaşdırmaqla aradan qaldıra bilirik. Məsələn, ən azından bir juqut alırsanız, rezi juqut, və bununla diz məşqləri edirsiniz yavaş-yavaş. Sonra gündə bir 10-15 dəqiqə dizimizin dəsmalı məhraba yoxdur, bədənimdə qoruyulayan. Onu bir yumruq eləyin, bax belə. Qoyun dizimizin altına, bax belə. Sonra çəmbərmə oturun, dizlərinizi bir-birindən aralayır, Menisk sərbəstləşdirir, bunu da eləyə bilərsiniz. Və təbii ki, burada mütləq iltihab əleyhinə təsir göstərən zəli müalicəsi mütləq olunmalıdır. Hicama müalicəsi mütləq olunmalıdır. Məsələn, dizin dörd bir tərəfindən hicamı elətdirirsiniz. Və salam, bunları elətdirməklə meniskin ətrafında əmələ gəlmiş iltihabı aradan qaldıran kimin ağrılar da aradan qalxacaq inşallah.